Yaxın oturun, yaxın əyləşin. Deməli, sosial yardım alanlar aidiyyatçı üzrə mən xahiş edərdim ki, daha da diqqətli araşdırılsın. Çünki bəzən bu yaxınlarda bir e, televiziyada xəbərdə bir şəxs danışırdı ki, mən filan adamı xarici ölkəyə getmək üçün nə bilim filan qədər pul verdim. Deyir, pulu hardan aldın? Deyir, 100 qram qızılım var idi, 250 qram gümüşüm, filan sosial yardım alıram, pulu yığmışdım belə elə. Sən sosial yardım alıb pulu yığırsansa, deməli sənin pulun var da, hardan yeyirsən? Yəni aidiyyatçı üzrə Əmək və Sosial Müdafiəsi Nazirliyi bunu araşdırılsın. Kimlərə düşürsə, mən xahiş edirəm sizdən, onlara verin. Vallahi elə ailələr tanıyıram ki, bilirsiniz də, yəni bir çoxu məni tanıyır. Mən onlara deyib gəzib baxıram. Kömək istəyirlər. Neçəsinə kömək eləyəsən, hansına kömək eləyəsən. Vallahi birinə, ikisinə baxırsa insanlar biabırçı vəziyyətdədir. Alırsan sosial yardım, xeyir almıram. Falan şey yox. Yəni mən xahiş edirəm ki, bunu araşdırılsın ümumiyyətlə bu şeylər. Kimlərə düşürsə, nə olar onlara verin. Çox xahiş edirəm onlara verin. Pulu olana nə versin var da. Of.